Rusiya hərbiçiləri Oreşnik raket kompleksi ilə Ukraynaya zərbələr endiriblər. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, zərbə Ukraynanın 2025-ci il dekabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Novgorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq endirilib. Kiyevin meri Vitali Kliçko isə hücum nəticəsində paytaxt Kiyevdə 4 nəfərin həlak olduğunu, daha 24 nəfərin isə yaralandığını açıqlayıb. Bununla yanaşı Xerson, Zaporojye vilayətlərində 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Bir daha xatırladaq ki, dekabrın 29-da Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Ukraynanın Vladimir Putinin Novgoroddakı iqamətgahına 91 PUA-dan istifadə edərək hücum etdiyini açıqlamışdı. Ukrayna prezidenti Volodymyr Zelenski isə bu məlumatı yalan adlandırıb və Rusiyanın Kiyevdə hökumət binalarına hücumlar üçün zəmin hazırladığını söyləmişdi. Onu da bildirək ki, rəsmi açıqlamalara görə Oreşnik yüksək dəqiqlikli orta mənzilli ballistik raketdir. O 5,5 min kilometrə qədər məsafədəki hədəfləri vurmaq imkanına sahibdir.